Yaxşı, toplu ikinci hissə mövzumuz nədir uşaqlar? İbtidai funksiya, qeyri-müəyyən integral 41 yazacağıq, yoxsa 43? Yaxşı, 43. Deyir ki, belə bir şey verir. 43. Qrafiki təsvir olunmuş, belə bir grafikdir. Y-dir, X-dir. Yaxşı, burada 0, 1, burada mənfidir. Deyir, qrafiki təsvir olunmuş y bərabərdir fx funksiyası böyük fx ibtidai funksiyanın ümumi şəkli vasitəsidir. Deməli, biz birinci bu funksiyanın özünü təyin etməliyik. Bu kx plus b şəklində. Kx plus b-si 1. Görürsünüz, y qoğulə kəsişməli. 1. Götürəm bu birisini də mənfi 1, 0-da yerinə yazıram. 0 bərabərdir mənfi k plus 1. Onda k ilə bərabərdir 1. Deməli, y bərabərdir x plus 1-dir. İndi bu funksiyanın, bu kiçik fx'dir. Yəni, özümüz əvvəl bunu təyin edirik də funksiyon. Bunun ibtidai funksiyası böyük fx bərabərdir. X kvadratı bölək 2 üstə gələ x plus c. D. Keçirik 45-ə. Bax, biraz dolaşıq. Hər dəfə mən burada dolaşıram. Yanından çıxardır. F' x bərabərdir 3fx kiçik fx. Olarsa bunların hansı fx'in ibtidai funksiyası? Deməli, f' x bərabərdir 2-də 3. Yox, fx bərabərdir kiçik fx. Bunu hər dəfə mənim çalışdırır. 3-də 2 f' x verir. Düzdür. Onda belə çıxır ki, bunun ibtidai funksiyaların ümumi şəkili fx bərabərdir böyük fx. 3-də 2 çünki ibtidai törəməsinə görə daxil. İbtidai funksiyası fx plus c. Belə bir şey var mı? C yəni ədəd istənilən ədəd olur. 4 məsələn. 4. Adımı çox maraqlı. Bir 10 yoxlayıb. Cavabı yoxlayıb çünki mən burada səhv edirəm. 47-yə baxaq. Ona tam bunu həll edeyim. Sinus 3x. Kosinus 3. Adımı hər düz fikirləşmişəm. Kosinus 6x dx. Bunun deyil integralını hesablar. Şuralar 50 biraz söhbətlərdən getdik. Bax, bunu belə yazacağım. Əvvəlcə 2-də 1 integral 2 sinus 3x kosinus 3x kosinus 6x dx bərabər. Bax, bu nə demək? Sinus 6x. 2-də 1 integral sinus 6x kosinus 6x dx. Bunu da 4-də 1 edirəm, 2-ni bura gətirəm. Bu da olur ki, 4-də 1 vuraq integral sinus 12x dx. Düzdür. İndi deyəcək, 4-də 1 burada qalır. 10 vuraq 12-də 1. Sinusun da ibtidai funksiyası mənfi kosinusdur. Kosinus mənfi qabaqda yazılır. 12x plus c şəklində. Bu da mənfi 48-də 1 kosinus 12x plus c varmış o. D variantı. D. D variantı. Keçirik 49-a. Da deyil ki, fx bərabərdir 2x çıxaq 1 funksiyasının ibtidai funksiyası böyük fx funksiyası f0 bərabərdir mənfi 2 olarsa böyük fx kiçik 0 bərabərsizliyini həll edir. Deməli, şərt verir c-ni də tapaq da. Bu nə idi? 4 idi. Bu nə işarəsidir? F mənfi 2 bu nədir? Mənfi 2. İndi baxın, böyük fx nəyə bərabər? Bu x kvadrat çıxaq, x üstə gələk c demək. f0 yazılır. Bərabər 0 çıxaq 0 plus c bərabərdir mənfi 2. Deməli, c bərabərdir mənfi 2. Onda nə olur? Böyük fx bərabər x kvadrat çıxaq x çıxaq 2. Bu da bizə deyir ki, fx kiçik 0 təminini həll edir. Götürəm kiçik 0 yazıram. Qollar yuxarı, mənfi 1 ilə 2, kiçik yolda bu ikisinin arasıdır. Deməli, x daxildir, mənfi 1, 2 aralıdır. D variantı. D variantı. Keçirik 51-ə.
51 belə. F(x) bərabərdir. Y üstü x çıxar 3x kvadrat funksiyasının f0 bərabərdir 2 şərtini ödəyən iqtidai funksiyasını tapır. Böyük fx, y'nin bilirsiniz iqtidai funksiyası var, sorulması özür. Çıxar x kubu üstü edilə s. f0 bərabərdir, y üstü 0 çıxar 0 üstü edilə s bərabərdir 2. S bərabər 1 alır. Onda fx bərabərdir, y üstü x çıxar x kubu üstü edilə 1. Bəli, D variantı. Bəli. Keçirik 53-ə. 53 də bəyəşidir. Bəli, Y variantı. Y olsun. Onu özünüz düzəldir. 53 də bəyəşidir. İndi bunu biraz qısa edəcəm. Sinus 2x, kosinus 2x, kosinus 4x, dx. Daha qısa edəcəm. Bu 4'də 1 integral sinus 8x dx deməkdir. Bu da 4'də 1, bura 8'də 1, mənfi də qabaqda kosinus 8x plus. O da ki, mənfi 32'də 1, kosinus 8x plus s. D variantı. D variantı. Keçirik 55'ə. 55'də belə olacaq. İntegral x kvadrat çıxar 4. Burada da 2x plus 4 dx bərabər. Vurğulara ayrılır. İntegral x çıxar 2, x üstə gələ 2. Burada da 2 vuraq, x üstə gələ 2 dx bərabər. Bununla bu getdi. 2'də 1 də qabağa çıxarıram. İntegral x çıxar 2'nin sağlaması dx. Bu da bərabər. 2'də 1 vuraq. Bu x kvadratı bölə 2'dir. Bu da çıxar 2x. Plus s'nin də burada yazılır. Olur x kvadratı bölə 4 çıxar x plus s. A variantı. A. Bəli. A. Keçirik 57'yə. de belə. Fx bərabərdir kosinus kvadratı 2x funksiyasının qrafiki A 0,1 nöqtəsindən keçən iqtidai funksiyasını tapır. Götürəm birinci burada dərəcəni aşağı salmaq üstürür. 2'də 1 üstə gələr 2'də 1 kosinus 2x şəklində yazır. Dərəcəni aşağı salmaq üstürür. Nasıl tapır? İndi böyük fx bərabər. Deməli, bu olur 2'də 1 x üstə gələk 4'də 1 sinus 2x plus s deməkdir. F sıfırdalar 2'də 1 bulaq 0 üstə gələk 4'də 1 sinus 0 plus s bərabərdir 1'dir. Deməli, s də bərabərdir 1'dir. Yəni, fx bərabərdir 2'də 1 x üstə gələk 4'də 1 sinus 2x plus 1 var mı? B variantı. B variantı. Keçir 59'a. Hadi 9. Deməli, integral 8 bölə 1 üstə gələn kosinus x dx. Olsun. Yaxşı. 1 üstə gələn kosinus bunu belə yaza bilərik. İntegral abraba 1 üstə gələn kosinus x bölə 2 bu bərabərdir kosinus kvadratı x bölə 2. Düzdür mü? Elə fikir. Ondan olur. 4 bölə kosinus kvadratı x bölə 2 dx. Elədir. Çox yaxşı. İndi keçirik nəyə? Bu 4 qalır qabaqda. 4. 1 bölə kosinus kvadratı x bölə 2 dx bərabər. 4 vuraq. K'sı 2'də 1'dir, düzdürmü? 1 bölə 2'də 1, 2'də 1. 1 bölə kosinusun ki, tangens x deyil. Görün, düzmü fikirləşin? Tangensdir mi, yoxsa? Tangensdir. Dəqiq olsun. Kosinus tangensdir, sinus tangensdir. Mənfi müsbət səhv edə bilərik. Bizə dəqiq kosinus kvadratı tangens x-dir. K'sının tətbiq edəndə 1 bölə 2'də 1,
Bura tangens x bölü 2 plus c demek. Bu da 2'lər 8 tangens x bölü 2 plus c. Var mı elə bir şey? B variantı. B variantı. Yaxşı, yadda qalar mı? Keçirik indi 61'ə. 61 də belə düşür. Fx bərabərdir tangens kvadrat x üstə gələk kotangens kvadrat x üstə gələk logaritma 3 əsasdan 5 vuraq logaritma 5 əsasdan 9. Bu bərabər. Bu tangens kvadratı kotangens kvadratı nə idi? Muxtasarlamaq istedim. Yox, muxtasardır mı? Muxtasar deyil məncə. Burada başqa şey var. Tangens kvadrat x üstə gələk kotangens kvadrat x. Bu 2 üstə gələk 2 demək. Niyə? Çünki bu 3'ün kvadratını qavga ediləndə bu da deyəsən tangens x üstə gələk kotangens x-dir. Kvadratı. O bizə nə verəcək? Onun törəməsində farklı. Törəmə deyil, ibtidaidir. Törəmə deyil. 61'dir mi? Deyir ki, funksiyasının ümumi şəklini tapın. Tangens x üstə gələk kotangens x. Əki, nə olsun? Bu bizə tutar ki, tangens x üstə gələk kotangens x dedik. Düzdür, kvadrat. Və bu nə demək? Bu da olur ki, məsələn, 1 üstə gələk tangens kvadrat x bölək tangens x kvadratı. Yox, bu belə getmir. Bunu nəsə başqa şey fikirləşmək lazım. Belə bunu mən əvvəldən hiss elədim ki, bu bizə dəqiqə pauza verin, fikirləşək ondan sonra. Siz hələ kiminlə dans etdiyinizin farkında deyil. Bu budur. Bu nədir? Bunun bu iki tayının parçalayıb hərəsinə birini verir. Nə olur? Burada olur 1 plus tangens kvadrat x. Düzdür məzun. Bu da 1 plus kotangens kvadrat x. İndi sən mənə deyirəm, bu nəyə bərabər? 1 bölüsün kosinus kvadrat. 1 bölüsün kosinus kvadrat. Üstə gələk x. Bu da 1 bölü sinus kvadrat x. İndi bu nəyin törəməsidir? İqtidai funksiyası tangens x deyil, bəyək deyildinizdə. Ondan olur. Böyük fx bərabərdir. Bax, bu tangensdir elə. Tangens. Bizə bu tangens x. Kotangens x-dir. Bizə bunun işarəsini mənə deyin görüm. Mənfidir mi, müsbətdir? Mən çıxartmam. Üstə gələk C, tutarlı gedir. Y variantı. Gördünüz mü? Siz hələ kiminlə dans etdiyinizin farkında değilsiniz. Gəlib nə bilim, icatçılıq kimlərdir, bax oynadıydı, değil mi? Görək ki, onlar qədər. Savadlı olmalı. Şuralar 63'e bakalım. Fx bərabər 3x kvadratı üstə gələk 2x funksiyasının qrafiki A 1,81 nöqtəsindən keçən ibtidai funksiyası üçün f mənfi 1'i tapın. Yəni C tapın deyib demək istədiyi budur. Birincisi böyük f1 başa yazılır. Bərabər bu x kub üstə gələk x kvadrat üstə gələk C deməkdir. Bu C-ni tapmaq üçün bizə bu şərti verir. Yəni 1,81 nöqtəsindən. 1 üstə gələk C bərabər 81. Deməli C bərabər 79. Başqa sözlər fx bərabərdir. X kubu üstə gələk x kvadratı üstə gələk 79. Bu da bizə deyir f mənfi 1 tapın. F mənfi 1 də bu elədir mənfi 1 üstə gələk 79. Gör 79 var. Yaxşı. Keçək 65'ə. 65. İnteqralın içində ən ağırı hissə inteqrallama və dəyişənin əvəz edilməsi. Orta məntəq. O da bəxtinizdən buraya da şey düşünür. Onu görə heç onu keçmədim. 65. Deyir ki, fx bərabər 4x kubu üstə gələk 2x funksiyasının qrafiki A 1,27 nöqtəsindən keçən ibtidai funksiya mənfi 2, f mənfi 2-ni tapın. Bəllidir da, bu standart suallardır. Fx bərabər
x üstü 4 üstə gələk x kvadratı üstə gələk c. Düzdürmü? Ondan f1 bərabər 1 üstə gələk 1 üstə gələk c bərabərdir 27. Deməli c bərabərdir 25. Düzdürmü uşaqlar? Yəni fx belə x üstü 4 üstə gələk x kvadratı üstə gələk 25. Bu da bizə deyir ki, f mənfi 2-ni tapaq da. F mənfi 2 belə 16 çıxaq 4 üstə gələk 25. 12 ilə 25 37 mi edir? 45. 45. Ha? Hə, üstə gələk 4-dür. Hə, üstə gələk. Niyə mənfi eləmişəm? 45-dir düzdür. Daha sənin məlumu Allah eləməsin. Yaxşı. 67. Uyğunlaşdırmadım. Allah bəlasını versin. 15 dəqiqədə uyğunlaşdırmadım. 67 belə. Deyir ki, qeyri-müəyyən integrallar üçün uyğunluğu müəyyən edin. İbtidai funksiya C də sabit. Belə yazıq birincidə. İntegral 1 bölək x ln a dx bərabərdir böyük fx plus c-dir. İkincisində integral sinus x dx bərabərdir fx plus c-dir. Üçüncüsündə integral 1 bölək kosinus kvadratı x dx bərabərdir fx plus c. Düzdür. Böyük fx'i tapdıqlar. Bu elə logaritma a əsasdan x plus c demək. Birincisi budur. Bu isə uşaqlar mənfi kosinus x plus c deməkdir. Bu isə tangens x plus c deməkdir. İndi 1, 2, 3'də nədir? Biz 61 yazdıq da. 67, dərd olunmuşaq. 67. Buradan yazdım da. 1, 2, 3. Deməli, böyük fx bərabərdir. Yox, mən düz yazmamışım. A üst x. Düzdür, hesab edəcəm. Diqqətsiz deyil. A üst x. A üst x. Hə, deməli, B variant. A-da deyir, mənfi kotangens bu yoxdur. B-də deyir ki, A üst x. Birinci B birinciyə aiddir. Sonra mənfi kosinus x C-də. Bu 2-yə aiddir. C 2-yə aiddir. Tangens x D-də 3-ə aiddir. Orada logaritma sistemi olur x, o deyəsən yox. Yox, mən biri düz yazmışam. Yox. Bu logaritma bir anlıq modul x düzdür. Bu bir düzdür ya. 7. 1 7. Y, S, D. Y, S, D. 69'a baxaq. Uyğunlaşdırma gəlirlər. Bütün adam başqaları oldu. Onsuz baxaq. 69 da belə. Deyir ki, fx funksiyasının ən iqtidai funksiyasının uyğunluğu. Birincisi, kiçik fx bərabər sinus kvadratı x üstə gələk 1 bölək sinus kvadratı x. Bu da 1 üstə gələk 1 bölək sinus kvadratı x demək. İkincisi, fason açıq özündən. Fx bərabərdir kosinus kvadratı x üstə gələk 1 bölək kosinus kvadratı x. Bu da 1 üstə gələk 1 bölək kosinus kvadratı x-dir. Üçüncüsü də belə uşaq. Deyir ki, fx bərabərdir 1 üstə gələk tangens kvadratı x-dir. Görüşmə hazırdır da. Bu nə deməkdir? Bunun iqtidai funksiyası fx bərabərdir x çıxaqmı kotangensdir? Kotangens x plus c. Bunun iqtidai funksiyası fx. X üstə gələk tangens x plus c. Bu 1 bölək kosinus kvadrat x deməkdir. Deməli, bu da fx bərabərdir tangens x plus c demək. İndi 1, 2, 3-ə baxaq. Görək nədir? 69-da. 1 plus tangens kvadratı. Mənfi kotangens x üstə gələk x. Mən hansına baxaq? A variantı mənfi kotangens x üstə gələk x. Bu A 1-ə aiddir. Yaxşı. Tangens x üstə gələk x B 2-yə aiddir. Sonra pi bölək 4-də təyin olunmuşdur. Böyle bir şey yoxdur. Pi bölək 4 söhbəti yoxdur. Tangens x plus c D-də 3-cüyə aiddir. X bərabərdir pi-də təyin olunmuşdur. Bu buna aiddir birinciyə. Y. A, Y, B, E. Elə deməksə. Yaxşı. Keçdik. Sonuncu 71-ci uyğunlaşdırma budur.
Ondan sonra açıq suallar bir də müəyyən integral. 71 də belə. Deyir ki, 1 fx bərabərdir kotanyens kvadrat x. İkincisi, fx bərabərdir 1 çıxaq kosinus kvadrat x. Üçüncüsü, fx bərabərdir 2 sinus x kosinus x. Deyir ki, iptidai funksiya və s. bərabər. Kotanyensin iptidai funksiyası nə idi? Bu kotanyensin iptidai funksiyası 1 bölü sinus kvadrat x çıxaq 1. Yəni, bu kotanyens kvadratını belə yaza bilərik. Düzdür. 1 çıxaq kosinus kvadratı bu sinus kvadrat x-dir. Bunu da yaza bilərəm 2-1 çıxaq 2-1 kosinus 2x kimi. Və bu nədir? Bu sinus 2x olur. İndi hər kəsin gəlin iptidai funksiyalarını yazaq. Bax, birinci böyük fx. Sin 1 bölü sinus kvadratı mənfi kotangensi idi də. Mənfi kotangens x çıxar x plus c. Burada böyük fx bərabərdir 2-1 x kosinusun ki, çıxaq 4-1 sinus 2x plus c. İkincisi də bu. Bu birincisi. Bununki isə fx bərabərdir mənfi 2-1 kosinus 2x plus c. Görün uyğun gəlir mi uşaqlar? 1'e 2'ye 1 sınısı. Bu baba, a deməli 1 çıxaq nəvrindən bu bizlikdir. 1, 2, 3. B, 2-1 x çıxaq 4-1 sinus x, b 2 ay. Düzdür. Sonra mənfi 2-1 kosinus x, c 3 ay. Mənfi 3-1 kotanyens kubu yoxdur. Y-dəki kotanyens x çıxar x, y, b, c-dir. İndi bizə də açıq sualımız qaldı və bundan da 50-da qeyri-müəyyən integral. Sağlam müəyyən integral. Deməli, belə 73 uşaqlar. Deyir ki, fx bərabər x kvadratı üstə gələk 4x üstə gələk 3. X kvadratı üstə gələk x funksiyasını n 1, 5 nöqtəsindən keçən iptidai funksiyasını tap. Mən hesab edirəm ki, burada ixtisar getməli. Çünki rasional ifadəni biz iptidai funksiyasını tapamayıq. Düzdürmü? Baxaq. Deməli, bu m1-5-i burada yazılır. m1-5. Bu nə? Onun kökü qurğuları əlində x plus 1, x plus 3-dür. Düzdür. Buradan da x-i çıxardıram, x plus 1. Bunlar xoşbəxt olur. Allah'ın mübarək etsin. Bu da x üstə gələk 3 bölü x. Bu da 1 üstə gələk 3 bölü x-dir. Şimdi normal vəziyyətə gəldi mi? Böyük fx bərabər. Bunun iptidai funksiyası x-dir. Üstə gələk 3 l modul x-dir. Plus c. Düzdür? Şimdi baxaq, 1-5 nöqtəsi. f1, yəni 1 üstə gələk 3 l modulda 1 plus c bərabərdir 5. Bu sıfır qonsuzda c bərabərdir 4. Deməli, fx bərabərdir. X üstə gələk 3 l modul x üstə gələk 4. Elədir? Və salam. 3 sayı olanlarını işləyəcəksiniz.